Novxanı kəndindəyik. Bugünkü günü dəyərli dostlarımız 380 min manata 13 sotda sizlərə 5 otaqlı şəxsi iqamətgah təqdim edəcəyik. Videonu sonuna qədər izləməyi sizlərdən xahiş edirəm. Dəyərli dostlarımız 10 dəqiqəlik vaxtınızı alacağım. Səhifəni bəyənin, takip edin. Hər gün sizlərə yeni belə gözəl evlər təqdim edə bilək dəyərli izləyicilərimiz. Baxın videoların şəxslər kim ki, şəxsi öz mülkünü satmaq istəyirsinizsə 055 291 35 65 mənim əlaqə nömrəmdir. Zəng edib əlaqə saxlaya bilərsiniz. Qısa zaman ərzində evinizin satışını edək dəyərli dostlarımız. Gördüyümüz bu iqamətgah 380 min manata dəyərli dostlarımız satışa çıxarılıb. Kupçalıdır, Novxanı dənizi ilə dəyərli dostlarımız 300 metr məsafədə yerləşir. 300 metr məsafədə yol, asfaltı, bütün yaşayış obyektləri, restoranı, məktəbi və digər sahələri dəyərli dostlarımız evin ətraf ərazisində var. Mərkəzi yola, Novxanı yola çox yaxın bir məsafədədir. Yoldan evə 300 metr məsafədir. Başlayaq evin həyətyanı sahəsinin təqdimatını edək. Mərtəbələr arası monolit beton, fundament beton, karkas, cüt daş, şəxsi özünə tikilmə bir mülkdür. Həyətyanı sahədə ağac əkilib, 40-a yaxın ağac sahəsi var və dəyərli dostlarımız əsas mənzərə, maraq buradır. Manqalxana, təndirxana və ideal bir tikili. Dəyərli dostlarımız burada yerləşir. Təndirxanası, manqalxanası, mətbəxi, yay üçün manqalxananın bölümündə mətbəxi və qab-qaşıqlı yığmaq üçün daşdan stol sahəsi yaradılıb. Bir daha qeyd edeyim ki, manqalxananın üst sahəsində bir otaqlı evimiz də var. Panorama isə dənizə baxır. Keçək orayla tanış olaq dəyərli dostlarımız. Öndən buyurun zəhmət olmasa, birbaşa dənizə panoramadır. Evlər 13 sotun içində yerləşir dəyərli izləyicilərimiz. 380 min manata satışa çıxarılıb kupçalıdır. İstənilən asan xidmət və natarj mərkəzlərində alqı-satqı etmək mümkündür. Dənizə baxan panorama sahəsi ilə tanış oluruq. İstilik sistemi kombidir. Burada kombi xətləri çəkilib tamamilə hazırdır. Çox gözəl, remont olunmuş, təmirli. Sizlərə Novxanı kəndində 13 sotun içində şəxsi, mükəmməl bir mülk təqdim edəcəyik. Dəyərli dostlarımız, manqalxananın buradan çıxan beton, belə deyim, kərpiç sahəsi yaradılır. Kamen kimi burada istilik sahəsi verir. Gəlin keçək digər sahələrlə də sizləri tanış edin. Zəhmət olmasa buradan evin ümumi fasadı ilə həyətyanı sahəsini təqdim edək dostlarımıza. Sağda yerləşir həyətyanı sahənin bağ sahəsi. Dəyərli izləyicilərimiz, ağaclarımız əkilib. 40 növ ağac sahəsi, ağac var həyətyanı sahədə. Hər biri də meyvə gətirən ağaclardır. Gecə həyətyanı sahənin işıqlandırma üçün plafonlarına kimi qoyulub və burada həyətyanı sahədə belə deyim də, soyuq havadamı, yağışlı havadamı oturub yemək üçün zal sahəsi yaradılıb. Və əziz, dəyərli balacalarımız üçün həyətyanı sahədə oynamaq üçün qum sahəsi, dəyərli dostlarımız, qum sahəsi yaradılıb. Kanalizasiya sistemi mərkəzidir, həyətyanı sahə tamet daşlarla örtülüb, 4 bir tərəfdə həyətyanı sahənin ağacları əkilib və burada gözəl bir uşaqlarımız, balalarımızın oynamaq üçün qum sahəsi yaradılıb, oyuncaqları var. Çox geniş bir həyətyanı sahəsi var. Həyətindən evin alt sahəsinə qarajına avtomobil də daxil etmək mümkündür. Burada mərkəzi giriş darvazasıdır və heyvan saxlamaq üçün yeri yaradılıb. Ən əsası isə İstəyirsiniz həyət üçün yay mətbəxi deyərsiniz, istəyirsiniz axran yaradırsınızsa, axran üçün otaq sahələri də var dəyərli dostlarımız. Burada 1-2 otaq və texniki balaca bir otaq sahəsi də mövcuddur. Həyətyanı sahədə kanalizasiyanın traplarına kimi atılıb, qeyd etdiyim kimi 4 bir tərəfdə meyvə ağacları əkilib, çox böyük illərin bir ağaclarıdır. Ev sahibi bildirdi ki, dəyərli dostlarımız, ev sahibi bildirdi ki, bütün ağaclarımız meyvə gətirir. Gəl, keçək 4 bir tərəfdən bura qaraj sahəsidir. 4 bir tərəfdən tanış olaq. 055 291 35 65 mənim əlaqə nömrəmdir. Buyurub zəng edə bilərsiniz. Bağ evində bizlərə nə lazımdır həyətyanı sahədə? Sanitar qovşaq. Sanitar qovşaqdır. Hətta burada ev sahibi deyir ki, mən burada basen yaradacaqdım da, yəni uşaqlara görə yaratmadım. Kim istəyərsə, basen sahəsi ayrılıb. Yəni basen hovuz yarada bilər. Burayla tanış olmuşuq, meyvə ağaclarımız əkilib və gözəl bir söhbətgah. Həyətyanı sahənin hər yeri söhbətgahdır. Orada söhbətgahdır, orada söhbətgahdır, burada söhbətgahdır. Evimiz də tam dolu əşyalı satılır. Qab, qaşıq, paltar götürüləcək. Ev sahibinə şəxsi lazım olan əşyaları götürün və bütün əşyalar evin içərisində qalacaq. Qiymətə bax, 380 min manat. Dəyərli dostlarımız, 13 sot torpaq sahəsinin içərisində tam remontlu, şəxsi özünə tikilmə 380 min manata. Havayı da valla. Bütün həyətyanı sahə ilə tanış olmuşuq. Keçək evin içi ilə də sizləri tanış edək. Və dəyərli dostlarımız 4 bir tərəfdən birinci mərtəbə, ikinci mərtəbə pəncərə sahəsi dəmir barmaqlıqlarla örtülüb. Bir dənə zəhmət olmasa təqdim edək. Sıxıntısı belə yoxdur və ideal bir iş görülüb. İdeal bir iş görülüb. Boy divarın içinə işləmələrdir. 40 saatlıq divar sahəsi var. Videonu saxla zəhmət olmasa. Dəyərli dostlar, həyətyanı sahənin təqdim edəndən sonra evin içi ilə sizləri tanış edəcəyik. Bütün əşyalar satış qiymətinə daxildir. Birinci mərtəbə pol sahəsi laminatdır, İtalyan laminatı ilə işləmə laminatdır, dəyərli dostlarımız. Və bütün pəncərənin alt sahəsində 1, 2, 3, 4 pəncərənin alt sahəsində istilik sistemi radiatoruna kimi bağlanır. Tam dolu əşyalıdır. Birinci mərtəbəyə məxsus olan qonaq otağı ilə tanış olduq. İstəsəz arkadan bağlayıb buranı birinci mərtəbənin yataq otağı kimi də eləyə bilərsiniz. Yəni mən buranı foyer kimi təqdim edirəm dəyərli dostlar. Pəncərə sahəsinin alt sahələrində hamısında radiatorları bağlanıb. Mərkəzi evin giriş qapısıdır. Girişlər, dəhlizlər, şkaf yığılıb, paltar şkafı və çox bahalı bir remont olunmuş, təmir edilmiş sizlərə
ev təqdim edirik. Bahalı bir əl işləmələr qapı sahəsidir və bütün qapılar əl işləmədir, hətta pilləkən sahəsi belə əl işləmələrlə işlənir. Daxil oluruq, ikinci mərtəbəyə qalxan pilləkən sahəsidir, sanitar qovşaqdır və digər sahələrlə sizləri tanış edəcəm. İstipol, birinci mərtəbəyə məxsus sanitar qovşaq istipol, dəhliz və mətbəx sahəsi istipolla üzlənir, tam təchizat, bütün aksesuarlarına kimi yığılıb. Buradan isə qaraja keçiddir. Kombi yeri də burada tutulub, 60 litrlik dəyərli dostlarımız kombi aparatı qoyulub və qaraj sahəsi, pultla idarə olunan qaraj sahəsi. Çox bahalı bir, membran bir, bahalı mətbəx sahəsi yığılıb. Mətbəxdə görülən bütün əşyalar evin içərisində qalacaq, pəncərələri isə öz həyətyanı sahəsinə baxır. Bu gözəlliyə, bu gözəl mülkə sahib olmaq istəyirsinizsə, 380 mininizdən keçirsiniz, dəyərli dostlarımız, ideal iqamətgahda yaşayırsınız. Pilləkənlər altı kladovka və ikinci mərtəbəyə qalxan əl işləmələri ilə işlənilmiş pilləkən sahəsidir. Mərtəbələr arası monolit betonla işlənilib. İkinci mərtəbəyə qalxan pilləkənin üstündə, belə deyim, sahəsində istilik sistemin xətti, pəncərə və krossover düzü kondisionerinə kimi quraşdırılıb hazır bir vəziyyətdədir. Gözəl bir dəhliz sahəsidir, tavan sahə. Bütün otaqlarda gizli işıqlarla yığılıb, gözəl işləmələr qurulub. Burada yerləşir birinci yataq otağı, uşaq yataq otağı kimi qeyd etmək mümkündür. Hamısı gizli işıq spot lampalarla işlənilmiş bir ev sizlərə təqdim edəcəyik. Dəyərli dostlarımız, evdə pəncərə əlindən yer yoxdur. Çox gözəl işıqlanma verən pəncərə sahəsi var. Böyüklər üçün yataq otağı, buranı da təqdim edək. Burada da üçüncü yataq otağı, ümumilikdə 5 otaqdan ibarətdir. Tam dolu əşyalı olaraq satışa çıxarılır. 380 min manata. Bax, deyirəm, videoda deyirəm, hər dəfə zəng edirsiniz, deyirsiniz, bunun qiyməti neçədir, bu evin qiyməti neçədir. Video başlayan kimi qiyməti deyirəm, videonun daxilində 5-6 dəfə qiymət təşkil edirəm, dəyərli dostlarımız. Burada yerləşir sonuncu yataq otağı, pəncərələri öz həyətyanı sahəsinə baxır, televizorun xəttinə kimi çəkilir. Hər mərtəbəyə məxsus sanitar qovşaq sahəsi var. Tam təchizatlı bütün aksesuarlarına kimi yığılıb. 13 sotun içində, Novxanı kəndində iqamətgah 380 min manata. Gələn videolarda sağ olun, sağlıqla qalın.